Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanı verəcək şagirdlərimizə dəstək məqsədi ilə hazırladığımız 10 suallıq Azərbaycan dili üzrə mətn testini təqdim edirəm. Zəhmət olmasa hər biriniz videonu bəyənirsiniz və ətrafınızda olan digər insanlarla da paylaşırsınız ki, digər dostlarımız da imtahana daha effektiv formada hazırlaşa bilsinlər. Xüsusilə 4-cü sinifdə dərs deyən müəllimlərimizə səslənirəm ki, bu videoları şagirdləri ilə bölüşsünlər ki, və yaxud müxtəlif qruplarda paylaşsınlar ki, digər şagirdlər də, öz şagirdləri də bu ödənişsiz resurslardan faydalana bilsinlər. Dostlar, kanalımıza abunə deyilsinizsə, abunə ol düyməsinə toxunursunuz ki, kanala növbəti videolar yüklənən zaman sizə də birbaşa məlumat gəlsin. Vaxt itirmədən mətni diqqətli formada oxumağa başlayırsınız. Videonu burada saxlaya bilərsiniz. Orta hissəyə toxunursunuz videoda. Video dayanır, detallı şəkildə oxuyursunuz. Tam incələdikdən sonra yalnız mənim izahlarımla suallara keçid edə bilərsiniz. Yəni izahlar dedikdə nəyi nəzərdə tuturam? Mən əvvəlcə sualı göstərəcəm. Siz videonu saxlayırsınız, özünüz müstəqil formada tapmağa çalışırsınız. Sonra izahla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Bu sualların PDF versiyasını qruplarımızda paylaşacağam. Əgər qruplarımıza qoşulmamısınızsa, ekranda aşağı sol tərəfdə nömrə görürsünüz. Həmin nömrəni WhatsApp-na yazaraq ödənişsiz formada qruplarımıza qatıla bilərsiniz. Birinci sualdan başlayırıq. Mətnə əsasən nəyi doğru hesab etmək olmaz? Yəni yanlışları seçməliyik. Deməli, 1. Bütün həkimlərin bilik və bacarıqları eyni olmur. Doğrudur. Məsələn, Hovardın bilik və bacarığı yüksək idi, yerli həkimlərin isə bilik bacarığı aşağı idi, çünki xəstəyə düzgün diaqnoz qoya bilməmişdilər. Deməli, bu doğru fikirdir. 2. Həkimlər ancaq xəstəxanada işləyə bilərlər. Yanlışdır. Məsələn, Howard Hopkins Universitetində də işləyir. Ümumiyyətlə, həkimlər həm xəstəxanada, həm də universitetdə çalışa bilərlər. 3. Ağır xəstələri cərrahi əməliyyatı olmadan müalicə etmək daha məqsədə uyğundur. Bu yanlışdır. Cərrahi əməliyyatı edərək də müalicə etmək olar. Yəni bunu biz doğru fikir kimi qəbul edə bilmərik, hansı ki, Lenin o formada müalicə etdilər. 4. Bir xəstəni bir neçə həkim müayinə edə bilər. Bəli, bu doğru fikirdir. Yəni bir xəstəni bir neçə həkim müayinə edə bilir. Mətndə də var. Əvvəlcə yerli həkimlər Lenin'i müayinə etmişlər, daha sonra Howard onu müayinə etmişdi. Bizə nə lazımdır? Nəyi doğru hesab etmək olmaz? 2 və 3-ü doğru hesab etmək olmaz. Doğru cavab C variantı olur. Yəni yanlışlar 2 və 3 olur. İkinci sual, mətndə çərçivə daxilində verilmiş sözün şərhinə uyğun fikirləri müəyyən edin. Gəlin görək çərçivə daxilində verilən sözümüz hansı idi? Xırdavat sözü idi. Yəni ən yuxarıda yazılan bax bu xırdavat sözü çərçivə daxilində verilib. Xırdavat sözünü yəqin ki, hər biriniz 1001 xırdavat sözündən xatırlayırsınız. Yəni mağazalardır. Bəzən 1002 xırdavat da yazırlar, nə bilim 1000 xırdavat da yazılır. Ümumi olaraq 1001 xırdavat adı ilə ölkəmizdə məşhurdur. Deməli, birinci bənd sümükdən, metaldan, dərdən və s. hazırlanan xırda şeylər. Bu doğrudur. Yəni xırdavatda nələr satılır? Xırda əşyalar satılır. Ona görə adı elə xırdavatdır. Yəni nə axtarsan orada tapa bilirsən bir növ. 2. Bazarın yaxınlığında bir xırdavat dükanı var idi cümləsində həmin söz mətndəki mənasını işlədilib. Xırdavat dükanı bəli elə 1001 xırdavat həmin mənadadır. Bu da doğru fikirdir. Bizə də uyğun fikirlər lazımdır. Elə 1-2 olacaq. Digər bəndlərə də baxırıq. 3. Xırda-xırda sümükləri bir yerə yığmışdı. Cümləsində həmin sözün sinonimi var. Xırda-xırda söz, yəni balaca-balaca deməkdir. Yəni balaca-balaca sözü xırdavat sözünün sinonimi hesab edilmir. Yəni xırdavat əşyaların ümumi adıdır. Sonra balaca hissələrə ayrılmış əşyalar, bu da yanlışdır. Niyə yanlış olur bu da? Xırdavatdakı əşyalar balacadır. Yəni əşyanın özü xırda hissələrə ayrılmıyor. Amma 4-cü punktda deyir ki, balaca hissələrə ayrılmış əşyalar. Xeyr, orada hissələrə bölmürlər ki, əşyalar. Sadəcə əşyaların özləri kiçikdir. Üçüncü sualla davam edirik. Mətnin ideyasına uyğundur. 1. Borclu borclunun sağlığını istər. Bu mətndən bağlı deyil dostlar. Yəni doğru fikirdir, amma mətnlə bağlı deyil. 2. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bəli, bu doğrudur. Lena Hovarda yaxşılıq etdi və o da qarşısına çıxdı sonra. Üçüncü punkt eyni bir şeydir. Yaxşılıq edən yaxşılıq tapar. Bu da doğru fikirdir. Yəni mətnlə bağlıdır. 4. Çətin günlərdə yanında olan dost ən dəyərli dostdur. Yəni bunlar dost deyillər. Sadəcə olaraq bir-birinə yaxşılıq edən insanlardır. Bu yanlış olacaq. Və 5-ciyə baxırıq. Əsl xeyirxah adam etdiyi yaxşılığın əvəzini gözləməz. Bəli, biz bunu hardan müəyyən edə bilərik dostlar? Howard
Lenaya süd içdikdən sonra pul təklif edir. Orada anasının sözünü deyir ki, yaxşılığın əvəzində pul almaq olmaz. Yəni yaxşılığın əvəzini gözləmirsən də. 2, 3, 5. Yəni doğru cavab C variantına uyğun gələcək. Dördüncü sual. Hovardın yaddaşının yaxşı olduğunu qarşısında hansı rəqəm yazılmış cümlələri əsasən müəyyən etmək olar? Gəlin baxaq. Hovardın yaddaşı deyir yaxşıdır. Görək hardan müəyyən edə bilərik. Qarşısına 1 yazılana baxıram. Bu hadisənin üstündən illər keçdi. Burada yaddaşının yaxşı olduğunu deyə bilmərik. 2 istedadlı və qabiliyyəti ilə seçilən Hovard artıq Hopkins Universitetində işləyirdi. Buradan da nə isə demək olmaz. 3. Bir gün universitetin onkologiya bölməsinə ağır bir xəstə gətirdilər. Buradan da nə isə deyə bilmərəm. 4. Palataya girəndə xəstəni dərhal tanıdı. Bəli, yaddaşı yaxşıdır ki, uşaq vaxtı gördüyü Lenanı xatırlayır. 5. İndi xeyli dəyişmişdi. Fikir verin, o onun dəyişdiyini də fərqinə varır ki, yəni Lena artıq dəyişibdir, xəstələnib və yaxud yaşı artıq keçib. Yəni 4-cü və 5-ci cümlələr Hovardın yaddaşının çox yaxşı, çox it olduğunu göstərir. Deməli, düzgün cavabımız 4-cü sualda B variantı olacaq. 5-ci sual. Təsvir olunan hadisələrin ardıcıllığı baxımından nöqtələrin yerinə uyğun fikirləri müəyyən edin. Övlad ali ehtiyaclarının ödənilməsində iştirak edir. Bəli, Hovard məktəbdən sonra qapı-qapı xırdavat satırdı. Məqsəd nə idi? Qazandığı pulla kasıb olan ailəsinə yardım etsin. Sonra utanc hissi həqiqəti deməyə mane olur. Bəli, Hovard acır, gedir bir qapını döyür, Lena çıxır, yemək əvəzinə su istəyir. Yəni utanır, qızı görür, utanır. Sonra hansısa bir proses baş verəcək və yekunda minnətdarlıq bildirilir. Baxırıq variantlara. Ailədəki öyüd nəsihət ifadə olunur, xəstəliyin onkoloji olduğu duyulur, əməliyyat uğurla tamamlanır, həkimin ödənişlə bağlı mövqeyi bildirilir. Dostlar, B, C, D bəndləri sonradan baş verən prosesdir. Bu 4 punkt isə Hovardla Lenanın görüşü zamanı baş verir, o süd içən zaman. Utanc hissi həqiqəti deməyə mane olur. Ailədəki öyüd nəsihət ifadə olunur. Bayaq qeyd etdiyim, orada pul təklif edəndə Lena nə deyir? Deyir, anam deyir ki, yaxşılığın əvəzində pul almaq olmaz. Yəni öyüd, nəsihət, ananın fikri səsləndirilir və bundan sonra artıq Hovard minnətdarlıq edərək oradan ayrılır. 6-cı sualımıza keçirik. Hansı frazeoloji birləşmə mətndə tünd qara hərflərlə verilmiş sözü əvəz edə bilər? Gəlin baxaq, mətndə tünd qara hərflərlə verilən sözümüz hansıdır? Mətnin əvvəlində də bir qədər utanmaq sözüdür. Deməli, Hovard qızı görüb utandı. Qayıdaq sualımıza. Utanmaq nədir? Ağzına su almaq susmaqdır. Xəcalət çəkmək belə utanmaqdır. B variantı. Tər tökmək, yəni əziyyət çəkməkdir. Yola salmaq kimisə ötürməkdir. B variantı düzgün cavabdır. 7-ci sual mətndə altından xətt çəkilmiş cümlədəki fikri qüvvətləndirir. Biraz yuxarı qaydaq. Hansı cümlənin altından xətt çəkilib? Bax, bu hissədə diqqət yetirin. Yerli həkimlər xəstəni müalicə etmək bir yana heç düzgün diaqnoz qoya bilməmişdilər. Gəlin görək hansı fikir bu fikri dəstəkləyir, onu qüvvətləndirir. A variantı, elə xəstəlik var, həkim də ona çarə tapa bilməz. Onunla bağlı deyil bu. Bəzi xəstəliklərə dəqiq diaqnoz qoymağı hər həkim asanlıqla bacarmır. Bəli, elə budur. Çünki yerli həkimlər düzgün diaqnoz qoya bilməmişdilər. Bilik və bacarıqları zəif olduğu üçün. C variantı müalicənin uzanmasının bir səbəbi də həkimin dediklərinə xəstənin əməl etməməsidir. Xeyr, bu onunla bağlı deyil və nəhayət D variantı, xəstə xəstəliyini qəbul etmirsə həkim günahkar deyil. Bu da əlbəttə həmin cümlə ilə bağlı deyil. 8-ci sual. Mətnə əsasən verilənlərdən neçəsi doğru deyil? Problemlə üzləşən, problemi kim həll etdi? Hovard aclıq çəkirdi və yemək almağa pulu yox idi. Bu problemi həkimlər həll etdi? Xeyr, bu yanlışdır. Bizə doğru olmayanlar lazımdır. Diqqətli olun, neçəsi doğru deyil. Lena ağır bir xəstəlikdən əziyyət çəkirdi. Problemi kim həll etdi? Hovard. Bu doğrudur. Luiza Lenanın anası idi. Yoxsul idi, ailəsinə kömək edə bilmirdi. Xeyr. Burada yoxsul olan kimdir? Hovarddır. Bu yanlış olacaq. Yerli həkimlər düzgün diaqnoz qoya bilmirdilər. Hovard problemi həll etdi. Bəli. Deməli, neçəsi yanlışdır? 2 dənəsi yanlış olacaq. Yəni doğru olmayanlar 2 dənə olur. B variantı düzgün cavabdır. Sual 9-a baxırıq dostlar. Lenanın Hovarda süd gətirərkən keçirdiyi hissi necə adlandırmaq olar? Təəccüb, qorxaqlıq, mehribanlıq, tənbəllik. Əlbəttə ki, mehribanlıq olacaq. Yəni mehribanlıq göstərərək ona acıdığını görür və su əvəzinə süd gətirir.
10-cu sual. Howard südü içdikdən sonra borcum nə qədərdir deyərkən Lena ona hansı məbləği desəydi Howard ödəniş edə bilərdi. Mətndə qeyd olunur lap əvvəldə. Gəlin mətnimizə yenidən qayıdaq yuxarı hissəsinə. Howardın cibində bəlli sayda pul var idi. Bax bu hissəyə diqqət yetirin. Cibində 10 sent var idi. İndi onun 10 senti olubsa, hansı məbləğ deyilsə o ödəyə bilər. Yəni biraz məntiqi sualdır. 7 sent. Yəni 7 sent olsa 10 sentdən çıxarıb 7-sini verə bilər. 12 sent təbii ki ödəyə bilməyəcək çünki 10 senti var. 100, 16 bunları da ödəyə bilməz. Yəni biraz daha məntiq tələb edən sualdır bu. Belə dəyərli dostlar, videonu bura qədər izlədinizsə, zəhmət olmasa bəyənirsiniz, paylaşırsınız, abunə olursunuz ki, növbəti videolardan xəbərdar olasınız, digər insanlar da faydalansınlar. Hər birinizə monitorinq imtahanında bol-bol uğurlar arzulayıram. İnşallah hər biriniz uğurlu nəticələrlə həm özünüzü, həm müəllimlərinizi, həm valideynlərinizi, həm də bizləri sevindirərsiniz. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.